Salam əziz şagirdlər. Bizim bugünkü dərsimiz məlumatların təhlili mövzusudur. Məlumatları təhlil etmək, məlumatların toplanması, təqdimi ilə yanaşı məlumatların təhlili ilə vacibdir. Deməli, məlumatların təhlili işləri planlaşdırmaqda, hadisələrin baş verməsi haqqında düzgün proqnoz verməkdə bizə kömək edir. Məlumatları təhlil etmək üçün aşağıdakı parametrlərdən istifadə etməliyik. Ədədi orta, median, moda və ən böyük fərq. Gəlin bunları tək-tək izah edək. Ədədi orta. Ədədi ortanı tapmaq üçün ədədlərin cəmi ədədlərin sayına bölünür. Məlumat bazasında verilən ədədlər bunlardır: 1, 3, 20, 17, 2, 18, 20 və 19. Bu ədədlərin ədəd ortasını tapmaq üçün onların cəmini sayına bölmək lazımdır. Verilmiş ədədlərin cəmi edir 100. Sayını sayarkən diqqət edirik ki, 8 ədəd var. Deməli, ədədi ortanı tapmaq üçün cəmini, yəni 100-ü bölməliyik sayına. Bu da edir 12,5. Ədəd orta 12,5. Median. Medianı tapmaq üçün ədədlər artan sırayla düzülməlidir. Bu ardıcıllığın ortadakı ədədi, yəni sağında və solunda eyni sayda ədəd olan ədəd ortadakı ədəd sayılır və bu mediandır. Əgər ədədlərin sayı cüt olarsa, o zaman ortadakı iki ədədin ədəd ortası medianı göstərir. Bu, verilmiş ədədlərdən ibarət məlumatı əvvəlcə artan sırada düzürük. Artan sırada düzdükdən sonra sayına diqqət edirik. Sayına diqqət etsək, görürük ki, burada 8 ədəd, yəni cüt sayda ədədimiz var. O zaman ortada qalan iki ədədin cəminin yarısı olacaq median. Ortada qalan iki ədəd təyin etmək üçün solunda və sağında eyni sayda ədəd olmalıdır. 17 və 18-in cəminin yarısı verir bizə median. Medianımız olur 17,5. Moda. Ən çox təkrar olunan nəticəni göstərir. Bu verilmiş ədədlər ardıcıllığında ən çox təkrar olunan 20-dir. Deməli, moda 20-yə bərabərdir. Ən böyük fərq. Ən böyük fərqi tapmaq üçün verilmiş ədədlər sırasında ən böyük ədəddən ən kiçik ədədə çıxmaq lazımdır. Bu ədədlər sırasında ən böyük ədədimiz 20-dir, ən kiçik ədədimiz 1-dir. Deməli, ən böyük fərq 19-a bərabərdir. Nümunəyə baxaq. Verilən ədədlər sırasının ədəd orta, moda, median və ən böyük fərqini tapın. Ədəd ortanı tapmaq üçün bu ədədləri toplamaq lazımdır. Bu ədədləri toplayarkən cəmimiz alınır 45. Ədədləri sayırıq, 9 ədəd var. Sayına bölürük, cavabımız olur 5. Ədəd orta 5-dir. Median tapmaq üçün ədədlər artan sırayla düzülməlidir. Artan sırayla düzülür. Ədədlərin sayına diqqət edirik. Hər birindən 2 ədəddirsə 2 ədədi qeyd eləmək lazımdır. 6, 8 və 11. Diqqət eləsək, burada 9 ədəd var. Deməli, ortada duran 5-ci ədəd ortanı göstərir. Solunda və sağında eyni sayda ədəd olduğundan 4 bu sıranın medianıdır. Moda ən çox təkrar olunan nəticədir. Ən çox təkrar olunan burada nəticə 2 və 4-dür. Demək ki, həm 2, həm də 4 bu sıranın modasıdır. Ən böyük fərqi tapmaq üçün ən böyük ədəddən ən kiçik ədədi çıxmaq lazımdır. Ən böyük 11-dir, ən kiçik 2, ən böyük fərq 9 olur. Diqqətinizə görə təşəkkür edirəm.